Burada qonaq kürsüsündə bir qonağımız var. Biz zaman zaman Azərbaycan xanımının gücündən, qüdrətindən, vəfasından, mərhəmətindən bəhs edirik. Amma sözün həqiqi mənasında Azərbaycan qadınının gücünü, əzmini, qüdrətini göstərən bir xanım bu günlərdə bizim sosial şəbəkələri zəbt edib. Fəthin şəkli deyirik biz o şəklə. Bəli, o zirvənin fəth şəkli. O simada nələr əks olunub, nələr görünür, hansı hisslər, hamısını indi özü danışacaq. Əziz dostlar, söhbət tarixi bir uğura imza atan, 2025-ci ilin mayın 15-də böyük bir uğura imza atan və dünyanın ən böyük zirvəsi olan 8848 metr yüksəkliyindəki o Everesti fəth eləyən ilk Azərbaycanlı qadın xanım Vəfa Qəhrəman Musayevadan gedir. Qədim Romalıların bir sözü var Vəfa xanım, deyirlər ki adın taleyindir də. Bax, Azərbaycan qadını vəfasından dedi, qəhrəmanlığından dedi. Siz bunu adınızda da, ikinci soyadınızda da sözün həqiqi mənasında daşıyırsınız. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Təşəkkür edirəm, çox sağ olun, minnətdaram. Yorğunluğunuz çıxır Vəfa xanım. Bu yorğunluq deyil, bu elə bil ki, sizi bir ay oksigensiz saxlayıblar, boğublar. İndi buraxıblar yer kürəsinə, oksigenli bir yerə. Deyirlər ki, yaşamağa davam elə. Və sən artıq -40-dan gəlmirsən həmişə yaşadığın müsbət temperatura. Bəli, oksigensiz, ciyərlərim oksigensiz qalıbdır. Ölüm zonasında 4 gün keçirmişəm. Və mən artıq, belə deyim, normal şəraitə qayıtmışam. Sadəcə olaraq bədənim 35 gün müddətində o qədər qeyri-normal şəraitdə qalıbdır ki, indi normala dönüşmək üçün, bəli, demək olar ki, mübarizə aparır. Hətta bu istidə belə mən çöldə bayaqları üşüyürdüm. Aynur, üşüyən təksən deyiləm. Aynur, efir başlayandan deyir, üşüyürəm. Özdə nəzərə alsaq ki, indi bu barədə az sonra danışacağıq. Siz hələ Everesti fəth eləyəndən, bu böyük çətinlikdən 2 gün sonra bununla kifayətlənməyib, o Himalay dağlarının o Nepal-Çin sərhədində yerləşən və 8516 metr yüksəklikdə olan o daha bir zirvəni fəth etmişsiniz. Siz nə edirsiniz? Bunu birlikdə etmək də çox nadir görünən. Və çox riskli idi. Hələ xanımların çox nadir. Dünyada belə çox. Həmin o dediyiniz şəkil Everestdən enəndən sonra həmin o ölüm zonası deyirlər, harada ki oksigen azlığı var. Bu soldakı şəkil Everestdən enəndən sonra çəkilmişdi. Bəli, Everestdən enəndən sonra. Bu haldan sonra siz yenidən o 8000 metr yüksəkliyə necə qərar verdiniz? Qalxmağa güc tapdınız özünüzdə. Və telefonda dedim ki, qoy bir özümə baxım, özümdən əmin olum. Şəkli çəkdim ki, özümə baxmaq üçün əslində güzgü kimi istifadə edirdim və belə bir şəkil alındı. Və mən orada şəkildə özümə baxanda başa düşdüm ki, yox, mən bura qədər gəlmişəm, Everesti eləmişəm. Mən Azərbaycana təkcə Everestlə qayıtmayacağam, Lhotse ilə qayıdacağam və mən bu vəziyyətdən sonra hələ növbəti gündə, bir gecədə ölüm, bəli, Dessonda qaldım və növbəti gün havanı gözlədim. Hava şəraiti çox fırtınalı idi. Mən həmən etmək istəyirdim əslində. Everestdən enəndən sonra 4 saat dincəlib həmən etmək istəyirdim ki, vaxt itirməyim. Çünki İsrafil Aşurluda və mənim, belə deyim də, orada bələdçim də ratsa ilə mənə dedilər ki, Vəfa, sən ölüm zonasında qala bilməzsən. Everestdən enən kimi həmən aşağı düşmən lazımdır. Bu sənin bədənin üçündür. Çünki daha sonra sənin bədənində hansı problemlərin yaranacağı məlum deyil. Yəni, sənə evakuasiya lazım ola bilər. Ona görə dərhal aşağı en. Amma elə bir fırtına başladı ki, onlar məcbur olub dedilər ki, bu fırtınada gəlməkdənsə sən orada qalmağın məsləhətdir. Və bu mənə ilahi bir mesaj oldu ki, mən səhərsi gün hava çox gözəl idi və Şerpama dedim ki, biz ikinci 8000-liyin arxasınca gedirik. Həmin gün, həmin dağda bizdən başqa heç kəs yox idi. Çox uğurla ikinci 8000-i etdim və aşağı düşəndə inanılmaz xoşbəxt idim. Bilirsiniz, bu xoşbəxtlik nədir? Bu xoşbəxtlik təkcə öz adıma deyil. Yəni, bir Vəfanın adına bu xoşbəxtlik ola bilməz. Yəni, bu 8000-lik Vəfa olaraq mənə lazım deyildi. Amma mən araşdırma etmişdim həmin müddətdə və gördüm ki, eyni mövsümdə, eyni həm dünyanın ən hündür dağı, həm 4-cü ən hündür dağını edən qadınlar siyahısı çox qısadır və Azərbaycanın adı orada yoxdur. Mən dedim ki, bunu Azərbaycana böyük bir hədiyyə kimi aparacağam və çox təşəkkür edirəm ki, kainata mən bunu bacardım, mən bunu elədim. Əhsən sizə, biz sizlə qürur duyuruq. Bayaq hələ efirə keçməzdən öncə də dedi ki, o 2 zirvəni fəth eləyəndə dedim ki, yox, bu Azərbaycanlı adı orada, Azərbaycan adı mütləq orada olmalıdır.
o siyahıda öz yerini almalıdır. Bu bir vətən eşqidir də, vətən sevgisidir. İnanın ki, bu tam səmimiyyətdə deyilən bir şeydir. Həqiqətən eşq, həqiqətən məhəbbət insana çox şey elətdirə bilər. Hələ bu bir vətən sevgisidirsə, hələ bu bir bayraq sevgisidirsə, görün nələrə qadirdir. Siz vətəndən danışanda gözlərinizin içi həm dolur, həm də gülür, həm də fərəhlə dolur. Bunu hiss eləməmək mümkün deyil. Hər şey necə başladı Vəfa xanım? Yəni bu hekayənin o ilk bir başlanğıcı var addımları hardan başladı? Nə vaxt qərar verdiniz ki, siz, yəni bu həm də bir cəsarət məsələsidir, bu həm də bir inam məsələsidir. Bax, o cavabı özünüzdə nə vaxt tapdınız ki, mən Everesti fəth etməyə doğru gedirəm? Son 2 ildə mən buna qərarlı idim və demək olar ki, bunun üçün mən hər gün məşq eləyirdim. Azərbaycanda elə bir tədbir yox idi ki, qaçmaq olsun, triatlon olsun, bunun da orada məşqi nədir? Bir hazırlığı var da, yəni. Bunun məşqi budur ki, yəni fiziki hazırlıqlı olacaqsan və mən yenə deyirəm də, Azərbaycanda baş verən bütün challenge-larda, trail qaçışlarda, marafonlarda hamısına gedirdim və həmişə də qaçanda, əziyyət çəkəndə deyirdim ki, Vəfa, əziyyəti çək, çünki səni bundan da dəhşətli anlar gözləyir. Ona görə belə deyim də, o belə kobud dildə özümü dağa, daşa, sağa, sola hər şeyə vururdum. Özümü mental olaraq burada o qədər zorluyurdum ki, yəni səni bundan da dəhşətli. Amma mən bunun bu qədər dəhşətli olacağını bilmirdim. Həqiqətən 35 günün hər bir saniyəsi əzab, əziyyətdən başqa bir şey deyildi. Çox çətin idi. Amma yenə deyirəm, məqsədli olanda və biləndə ki, sən ora nə üçün getmisən, o səni aparıb zirvəyə çıxardır. Heç bir an belə demədiniz də ki, yoruldum, artıq 35 günün içində gücüm tükəndi. Təbii ki, yoruldum, amma yəni dayanmaq ağlımdan keçmədi. Ağlımdan keçmədi. Əksinə, Everestdən insanlar aşağı enəndə hamı düşünür ki, artıq bitibdir ekspedisiya və aşağı doğru gedirlər. Mənsə enə artıq ikinci planı qururdum ki, mən ikinci 8000-liyə gedəcəm və necə gedəcəm və bunun üçün mənə nə lazımdır. Və həmin ərəfədə mən kampa enəndə hamı getmişdi. Demək olar ki, mənim orada tədarüküm yox idi. Nə su tədarüküm var idi, nə yemək tədarüküm var idi. Mən ikinci zirvəyə təkcə, belə deyim də, qaynanmış qar suyu ilə çıxmışam. Heç onu da vaxt azlığına görə, heç demək olar ki, su belə içmədən o vəziyyətdə mən getdim zirvəni etdim. Yaxşı, bəs yanınızda heç kim olmur, müşahidə, təhlükəsizlik məsələləri, biraz bizə o kulisi izah edərdiniz. Ümumiyyətlə, Everest elə bir dağdır ki, hal-hazırda orada sənin şerpan, belə deyək, bələdçin olmadan icazə verilmir. Çünki çox ciddi bir dağdır və ona görə orada tək başına icazə verilmir. Amma yəni şerpa da mənimlə bərabər, o ancaq yol göstərəndir. Əgər qida yoxdursa, onun üçün də yoxdur. Bələdçim Dava deyilən bir şəxs idi, Nepaldan idi və mənim onunla bərabər yolculuğum oldu. Belə, ancaq yemək tədarükümüz az idi. Ona görə ki, yenə dediyim kimi, yəni insanlar artıq etmişdilər, geri qayıtmışlar. Biz isə ikinci zirvəni planlaşdırırdıq və ikinci zirvədə də bizim elə bir yemək tədarükümüz yox idi. Amma mən dedim ki, sən daha 8 və yaxud da ki 10 saat müddətində acından ölməzsən Vəfa. Get, o zirvəni et və qayıt. Və belə də oldu, zirvəni etdik və mən çox xoşbəxt idim geri qaydanda. Amma ondan sonra artıq gücüm çatmırdı aşağı enməyə. Bəli, aşağı enməyə gücüm çatmırdı və mən belə deyim, mərhələ aşağı enə bir yerdə çay içirdim, bir yerdə nə bilim, nəsə yeyə. Belə məntəqələr olur da, hə? Məntəqələr olur, amma məntəqələr arasında məsafə o qədər əzablı, əziyyətlidir ki, məntəqələr arasındakı məsafə o qədər böyükdür ki, sən gedib ora çatana qədər zaten ölümcül vəziyyətə gəlib çatırsan. Ona görə, yəni, əziyyətli oldu. O ölüm zonası deyirsiniz, bir neçə dəfə təkrar. Niyə görə ölüm zonası? Çünki oksigen yoxdur. Yəni oksigeni çıxardan kimi, yəni dünyanızı dəyişə bilərsiniz. Hətta dünənləri gördüm, orada tanıdıqlarımdan biri idi. Everest zirvəsini eləyibdi. Gəlib 4-cü həmin ölüm zonasına çatanda ki, dincəlsin, yeməyini yesin, yorğunluqdan dünyasını dəyişmişdi. Elə yemək əlində yorğunluqdan dünyasını dəyişmişdi. Yəni bilirsiniz, həqiqətən mən orada başa düşdüm ki, fiziki hazırlıqdan savayı, əgər mental hazırlıqlı deyilsənsə, mental orada sənə bədən deyəcək ki, mən getmirəm, mən istəmirəm və səni artıq heç bir qüvvə oradan götürüb başqa bir yerə apara bilmir. Və bu həqiqətən çox ciddi bir proses idi.
Nə var idi üzərinizdə? Məsələn, maraqlıdır. O zirvəyə Nə qədər doğru yüklə, yollanan qalxırsınız? bir alpinistin olmazsa olmazı nələr olur? Mən nə qədər çəki daşıya bilir? Mənim elə çəki daşıdıqlarım içində mən ümumiyyətlə elə adi həyatda da minimalistəm. Orada da baxdım ki, mənə maksimum nə lazımdırsa. Nə götürmüşdünüz özünüzlə? Mən ancaq götürmüşdüm özümlə oksigen, hansı ki 5 kilodan ibarətdir. Öz termosumu götürmüşdüm, isti su, hansı ki yolda mənə lazım olacaq. Xüsusi batonlar var, enerji batonları deyirlər. Amma onu da yolda don vurur və sən onu yeyə bilmirsən, çeynəyə bilmirsən. Onu gərək isti bir yerdə saxlayasan. Fanarsız qeyri-mümkündür. Çünki yəni yol boyu sənə lazım olacaq. Əlcəklər. Bu bir neçə dənə olmalıdır. Çünki sən təsadüfən bir əlcəyini itirsən, vəssalam, yəni sən oradan əlsiz və barmaqsız qayıdacaqsan və sən orada heç kəs sənə öz, belə deyim də, heç ikinci əlcəyini belə verməyəcək. Çünki onun yolculuğu davam eləyir və bu yolculuqda ona lazımdır. Ona görə əlcəklərdən möhkəm yapışmışdım. Hal-hazırda amma barmaqlarımı don vurubdu, bu yumşaq don vurmadadır. Divarda gözləmə var idi, biz divarı keçməli idik və keçdiyimiz müddətdə 5-10 dəqiqə gözləmə sürəcində belə, hətta baxmayaraq ki 2-3 qat mən əlcək taxmışdım, amma mənim barmaqlarımı don vurdu. Bu yüngül var idi, açılacaq, amma əgər təsadüfən sən əlcəyini itirsən, yəni sən oradan barmaqsız qayıdacaqsan, bu 100%-dir ki, orada da belə bir şeyi müşahidə elədik. Corablar mütləq lazımdır, əlavə corab götürmüşdük ki, nəsə olsa dəyişmək üçün. Bax belə, əsas məsələ bax bunlar. Özümlə fit götürmüşdüm. Birdən nəsə olsa çata düşsəm və yaxud da ki itsəm. Bələdçi sizinlə hansı yaxınlıqda Bələdçi ümumiyyətlə 2-3 metr səndən daha çox uzağa gedə bilməz. Ki, zaten gedə də bilmirik. Çünki Everestin başlanğıcından tam sonuna qədər ip üzərində biz hərəkət edirik. Çünki Everestin relyefi çatlardan... O ipdən kənara, kəndirdən kənara çıxmaq olmaz. Bəli, kəndirdən kənara çıxsan... O bir xəritədir də elə bil ki. Bəli, həm xəritədir, həm də təhlükəsizlik baxımındandır. Çünki çatlardan ibarətdir. Hər an uçurum ola bilər. Ona görə, məsələn, nə qədər bədbəxt hadisələr olub, hansı ki, insanlar unudub öz karabinini həmin, belə deyim də, kəndirə birləşdirsinlər və onlar həyatlarını itiriblər və yaxud da ki, çatlara düşüblər və yaxud da hər hansı bir bədbəxt hadisə olub. Bilirsiniz, görün Everest insandan nə qədər ayıqlıq və sayıqlıq deyir ki, sən hər an onu bərkitməlisən, əmin olmalısan ki, bağlıdır, ki, sən növbəti mərhələyə keçə biləsən. Vəfa xanım, danışırsınız, adamın nitqi quruyur doğrudan. O qədər suallar yəni, bizdə var. O qədər suallar var, amma yenə də deyirsən ki, gözümün qabağına gətirəm də. Siz danışırsınız, mən o beynimdə canlandırmağa çalışıram. Çox çətin bir şey eləmişsiniz. Həqiqətən çox çətin yolculuqdur. Ona görə belədir ki, elə Azərbaycandan da, dünyadan da Everesti barmaqla sayılacaq qədər insanlar gedir. Bəli. Bu doğrudan da fəth eləmək deməkdir. Belə. Bildiyimiz qədərilə Rus müğənnisi Viktoriya Bonyada orada olub. Təsadüfən qarşılaşma fürsətiniz olmadı? Bəli, bəli, qarşılaşdıq. Hətta trek eləyəndə bir gedirdik. Sonra onun vəziyyəti çox pisləşdi. Onu vertolyotla apardılar şəhərə. Bəli, o yenidən getdi, biraz bərpa oldu, sonra gəldi, sonra yenə xəstələndi, sonra deyəsən yenə apardılar, sonra gətirdilər, sonra 3-4 dənə şerpa ilə necəsə onu yavaş-yavaş demək ki, mental tam hazır deyildi. Nə qədər fərq çıxır bu səfərlərə? Yəni, Everesti fəth etmək neçəyə başa gəlir? Everesti fəth etmək müxtəlif qiymətlərdə dəyişir. Məsələn üçün 60 min, 70 min, 80 min, 90 min, 100 min dollar arasında. Neçə saat çəkir zirvəyə getmək və zirvədən geri qayıtmaq? Zirvəyə, axırıncı kampdan zirvəyə gedib gəlmək normalda 18, bəzi insanlar üçün 20, bəzi insanlar üçün 24 saatı əhatə edir. Köynəyinizdə də o yazılar diqqətimizdən qaçmadı. Everest və Lhotse fəth etdiyiniz zirvələrə. Yaxşı ki, varsınız Vəfa xanım. Sizinlə fəxr edirik. Çox sağ olun ki, gəldiniz. Biz sizinlə qürur duyuruq. Qürur duyuram ki, Azərbaycanlıyam və mənim üçün böyük bir şərəf oldu. Təbriklər. Sağ olun. Görüşərik. Hələlik.